Mərkəzi İcra Hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci il sentyabr ayı üzrə şəhər və rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Hacıqabul rayonunda vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Saleh Məmmədov və Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindi Kətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Hacıqabul rayonu Heydər Əliyev mərkəzinin inzibati binasında keçirilən qəbulda Hacıqabul rayonundan və Şirvan şəhərindən olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı vətəndaşlar əsasən avtomobil yollarının təmir bərpası, yenidən qurulması, işə qəbul və digər aidiyyəti məsələlərlə bağlı müraciətlər ediblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, şikayətlərin operativ şəkildə araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb. Mən yolla bağlı gəlmişəm. Salih müəllimin qəbuluna olmuşam. 2 dəfə qəbulda olmuşam yola görə. Mən yolum düzəldi, ona təşəkkür eləməyə gəlmişəm. Şəhid ailəsiyəm, yolum düzəldiyinə minnətdaram, təşəkkür edirəm.